Salam əzizlərim, hörmətli nənələr, babalar, bu kanalın daimi izləyiciləri. Bugün sizə çox vacib, hətta deyədim ki, qanımızı qaraldan bir mövzu ilə müraciət edirəm. Yatağınızda rahat yatırsınız, yoxsa bu günlərdə yuxularınız qarışıb, 500 manat cərimə haqqında xəbərlər qulağınızda cingildəyir? Düşünürsünüz ki, rayonlardakı, kəndlərdəki eviniz, torpaq sahəniz sizin öz qalanızdır, kim sonra toxuma bilməz? Yanılırsınız. Tamamilə yanlış düşünürsünüz. Necə ki, biz hüquqşünaslar illərdir pensiyaların necə hesablandığı, Dövlət Sosial Müdafiə Fondunun vətəndaşlara qarşı laqeydliyi barədə danışırıq, indi də bu torpaq məsələsi başımıza qaxınc olur, bizi daha da incidir. Siz ömrünüzü bu torpağa əsr etmişsiniz. Hər daşı, hər ağacı öz əllərinizlə əkib becərmişsiniz. Balalarınızın ruzisini buradan çıxarmışsınız. Bu torpaqlar, bu həyətlər sizin zəhmətinizin, alın tərinizin şahididir. Sizin o kiçik həyətinizdəki hər bir tikili, o köhnə tövlə də, toyuq ini də, hətta nənədən qalma xəzinə sandığı kimi qoruduğunuz o zirzəmi də sizin ömrünüzün bir parçasıdır. Bəli, o bəlkə də heç bir sənətdə qeyd olunmayıb, sadəcə ağsaqqalların sözü, nənələrin xeyir duası ilə tikilib, illərlə sizin ailənizin ehtiyaclarını qarşılayıb. Bugün isə millət vəkilləri torpaq məcəlləsinə elə dəyişikliklər etməyi müzakirə edirlər ki, yerli bələdiyyələr bu cür tikililərə görə sizə 500 manat cərimə tətbiq edə biləcək. 500 manat. Təsəvvür edirsinizmi əzizlərim? Nənələrin, babaların çox zaman 100, 150, 200 manat pensiya ilə yaşadıkları bir ölkədə o ağır şəraitdə sizdən birdən-birə 500 manat tələb edəcəklər. Bu sadəcə maliyyə cəriməsi deyil. Bu sizin zəhmətinizə, keçmişinizə, qürurunuza vurulan bir zərbədir. Bu o deməkdir ki, kimsə sizin 10 illər boyu əməyinizə dəyər vermir, sizin yaşlılığınızı nəzərə almır, sadəcə dövlət büdcəsinə pul toplamaq barədə düşünür. Belə çıxır ki, dövlət tərəfindən verilən cüzi pensiya artımları bir anın içində belə cərimələrə qurban gedəcək. Məyər biz bu ölkənin qocaları, ağsaqqalları, ağbilçəkləri olaraq buna layiqikmi? İllərdir zəhmət çəkmiş, bu torpağı becərmiş, bu dövləti qurmuş, onun çiçəklənməsi üçün hər cür fədakarlıq göstərmiş insanlar bugün məmurların pul kisəsi kimi görünməlidir. Sizcə bu ədalətdirmi? Məhz bu məqamda sizin hisslərinizi, düşüncələrinizi bölüşməyinizi istəyirəm. Heç olubmu ki, sizin də illərlə, öz əllərinizlə tikdiyiniz, ailənizə xidmət edən bir tikiliyə kimsə haqq iddia etsin, onu qanunsuz saysın? Zəhmətinizə hörmətsizlik edən bu cür hallarla qarşılaşmışsınızmı? Rəylərdə öz hekayələrinizi, öz ağrılarınızı yazın. Neçə il iş stajınızın olduğunu, nə qədər pensiya aldığınızı, sizin üçün 500 manatın nə demək olduğunu bildirin. Qoy hər kəs görsün ki, bu sadəcə bir xəbər deyil, bu minlərlə insanın real problemidir. Əzizlərim, əgər bu cür qanunsuzluqların qarşısını almaq, haqqınızı müdafiə etmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Çünki bu məsələlərdə hər gün yeni dəyişikliklər olur. Hər gün yeni bir qanun, yeni bir qayda çıxır və sizə doğru məlumatı çatdırmaq, sizin haqqınızı müdafiə etmək bizim borcumuzdur. Unutmayın, bu kanalda biz sizin səsinizi, sizin hüquqlarınızı müdafiə edirik, sizin tərəfinizdəyik. Bəs əvvəllər necə idi? Necə olurdu ki, illərlə bu cür tikililərə göz yumulur, indi birdən-birə hamısı qanunsuz elan olunur? Yadınıza gəlirmi əvvəllər kəndlərdə, rayonlarda torpaq məsələləri daha çox ağsaqqalların, kənd cəmaatının sözü ilə həll olunardı? Bir qonşu torpaq ölçüsünü dəyişmək istəyəndə, bir tikili tikmək istəyəndə bələdiyyə müraciət edərdi. Bəlkə də bir sənədə imza atardı. Amma bu qədər bürokratiya, bu qədər sənəd axını yox idi. Hər şey daha sadə idi, daha insancıl idi. İnsanlar bir-birinə güvənirdi. Əl ilə verilən sözün də bir dəyəri var idi. Atalarımız, babalarımız həyətlərində tövlə tikəndə, toyuq ini quranda, ambar düzəldəndə heç bir ağlına gəlməzdi ki, illər sonra kimlərsə dronlarla gəzib, onun bu zəhmətini qanunsuz elan edəcək. Bilirsiniz niyə? Çünki o dövrdə dövlət vətəndaşına biraz daha fərqli yanaşırdı. O zamanlar bu torpaq, bu mülk insanın özünün rifahı üçün idi. Dövlət büdcəsini doldurmaq üçün bir vasitə deyildi. İcra hakimiyyəti, bələdiyyə daha çox xalqın xidmətində idi. Yoxsa bugünkü kimi vətəndaşın boğazını sıxan bir mexanizmə çevrilməmişdi. DSMF haqqında heç danışmaq istəmirəm. İllərdir pensiya almaq üçün nə qədər əziyyət çəkən insanları görmüşük. İndi isə vəziyyət tamam dəyişib. Sanki vətəndaş sadəcə bir gəlir mənbəyi kimi görülür. Pensiyalar yetərincə aşağı, yaşayış səviyyəsi ağırdır. Hər tərəfdən insanların boğazı sıxılır. Bu günlərdə yayılan xəbərlərə görə deputatlar torpaq məcəlləsinə elə dəyişikliklər təklif edirlər ki, yerli bələdiyyələrə geniş səlahiyyətlər veriləcək.
Belə çıxır ki, sizin öz torpaq sahənizdə tikdiyiniz hər hansı uçotdan keçməmiş tikili, istər köhnə anbar olsun, istər nənənizdən qalma bir kəhrəba sandığı saxladığınız kiçik bir otaq, istərsə də toyuq hinləri, indi sizə 500 manat cəriməyə başa gələcək. Və daha da dəhşətlisi, bəzi kəndlərdə artıq inspektorların dronlarla gəzdiyi, qanunsuz tikililəri aşkarlamaq üçün çəkilişlər apardığı deyilir. Təsəvvür edin, həyatınızı əziyyətlə quran, hər daşı öz əli ilə yerinə qoyan, balalarının bu torpaqda böyüdən, amma indi pensiya yaşına çatıb istirahət etmək əvəzinə, dövlətin yeni qanunlarının təzyiqi altında qalan bir ağsaqqalın, bir ağ birçəyin halını. Onların övladları, qohum əqrəbası Bakıda işləyir, ya da Rusiyada, Türkiyədə çörək pulu qazanır. Onlar bəlkə də hər ay ata-analarına pul göndərirlər ki, rahat yaşasınlar. Amma o pul bu cür zərmələri ödəməyə çatmayacaq. Bu insanların kimə güvənməsi lazımdır? Kimə müraciət etsinlər? Onların əllərində heç telefon belə yoxdur ki, internetdə bu xəbərləri oxuyub özlərini qorusunlar. Gəlin bir neçə real həyatdan götürülmüş, hərçənd indi bu hekayələri biz hüquqşünasların qəbuluna gələn onlarla adamın həyatından toplamışıq, nümunəyə baxaq. Məsələn, Məcid dayı. 65 yaşlı Məcid dayı Xaçmazın bir kəndində yaşayır. 4 övladı var, hamısı Bakıda işləyir. 25 il kolxozda işləyib, sonra da öz torpağında zəhmət çəkib. Həyətində qoyun quzu saxlayır, toyuq cüzə bəsləyir. 15 il əvvəl öz əlləri ilə kiçik bir tövlə tikib. Heç bir sənəd sübut yoxdur, sadəcə qonşuların gözü qarşısında, kəndin ağsaqqallarının xeyir duası ilə. Məcid dayı deyir ki, o tövləni tikəndə ağlına belə gəlməzdi ki, bu ona cəriməyə başa gələcək. İndi o 65 yaşında BSMF-dən aldığı cüzi pensiya ilə yaşayır. Bu 500 manat cərimə onun üçün böyük bir yükdür. Övladları Bakıda kirayədə yaşayır, özləri də çətinliklə dolanırlar. Onlara əlavə yük olmaq Məcid dayının qüruruna sığmır. Ya da Salyandan Zeynəb nənəni götürək. 70 yaşlı Zeynəb nənənin həyətində kiçik bir anbarı var. Əri rəhmətə gedəndən sonra o anbarı özü yığıb yığışdırıb. İçində əri rəhmətlikdən qalan alətləri, bir də yeganə oğlu, Türkiyədə işləyən Raminin uşaqlıq kitablarını, xatirələrini saxlayır. Bu anbar Zeynəb nənə üçün sadəcə 4 divardan ibarət deyil. Bu onun keçmişidir, xatirələrdir. İndi bələdiyyə məmurları dronlarla gəzib bu anbarı qanunsuz tikili hesab edəcəklər. Zeynəb nənənin ürəyi tab gətirərmi bu cəriməyə? O anbarı söküb dağıda bilərmi? Bu cür hallar minlərlə Azərbaycan ailəsində baş verir. Bu sadəcə kağız üzərindəki qanun deyil. Bu yaşlı insanların ömrünü, zəhmətini inkar edən bir ədalətsizlikdir. Bəs kimlər risk altındadır? Təbii ki, ilk növbədə rayonlarda, kəndlərdə yaşayan, torpaq sahəsi olan, amma sənədləşdirmə işlərinə o qədər də diqqət yetirməmiş yaşlı insanlar. Məsələn, Sovet dövründən qalma, sadəcə icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, amma kupsası olmayan torpaq sahələri, üzərindəki tikililər. Yaşlı nənə və babaların çoxu bu sənədləşdirmə işlərinin əhəmiyyətini tam dərk etmir. Yaxud Bakıda və ya xaricdə olan övladlarından asılıdırlar. Onların övladları da bəzən vaxt tapıb gələ bilmirlər. Bu cür insanların o köhnə sənədləri tam qaydasına salmaması, bələdiyyənin tələblərinə cavab verməməsi onları risk qrupuna daxil edir. Həmçinin uzun illər əvvəl tikilmiş, amma heç vaxt dövlət qeydiyyatından keçməmiş istənilən əlavə tikililər. Qarajlar, ambarlar, tövlələr, toyuq hinləri, hətta yay mətbəxləri belə indi hədəfə çevrilib. Bu insanlar çox vaxt nə internetdən, nə də qanunlardakı dəyişikliklərdən xəbərdar olurlar. Bəs hansı pensiyası kateqoriyalarına pensiya artımı düşür? Bu biraz kədərli sualdır. Həqiqət budur ki, pensiyalar ildə bir dəfə, adətən yanvar ayında, ölkədəki orta aylıq əmək haqqı artımına uyğun olaraq indeksasiya olunur. Yəni, bir il ərzində ölkə üzrə orta əmək haqqı neçə faiz artıbsa, pensiyalarda o qədər faiz artırılır. Bu artımlar DSMF tərəfindən hesablanır və avtomatik olaraq tətbiq edilir. Lakin bu artımlar o qədər cüzidir ki, ölkədəki inflyasiya ilə müqayisədə, yaşayış xərcləri ilə müqayisədə demək olar ki, heç nəyi dəyişmir. Məsələn, pensiya 5% artırılır, amma marketdə qiymətlər 10-15% qalxır. Nəticədə pensiyaçıların alıcılıq qabiliyyəti daha da aşağı düşür. Bir də var ki, bəzi kateqoriyalara, məsələn, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə, bəzən dövlət tərəfindən əlavə yardımlar, müavinətlər ödənilir. Amma bu yardımlar da o qədər kiçik məbləğlərdədir ki, bu cür 500 manatlıq cərimənin qarşısında heç bir əhəmiyyət kəsb etmir. Yəni, əgər bir pensiyaçı 10-20 manatlıq artım alırsa, bu artım onun torpağındakı köhnə bir tikiliyə görə tutulan 500 manatlıq cəriməni ödəməyə necə çatacaq?
Çatmayacaq. Bu sadəcə illüziyadır. Ona görə də pensiya artımları haqqında danışarkən bu cərmələri nəzərə almaq, ümumi mənzərəni görmək lazımdır. Bu sadəcə qanunvericilikdəki boşluqlar deyil. Bu yaşlı insanlara qarşı bir laqeydlik, bir hörmətsizlikdir. Bəs bu cür vəziyyətdə nə etmək lazımdır? Əzizlərim, bu cür problemlərlə qarşılaşan hər bir kəs bilməlidir ki, tək deyil. Vəziyyət nə qədər çətin olsa da çıxış yolları var. Sizin də belə bir hekayeniz varmı? Ailənizdə kiminsə torpaqla, tikili ilə bağlı, bələdiyyə ilə problemi olubmu? Necə həll etdiniz? Rəylərdə bizimlə bölüşün, bəlkə sizin təcrübəniz başqalarına da kömək olar. Sizin hər bir rəyiniz, hər bir hekayəniz bu mübarizədə bizə güc verir. İndi gəlin aydınlaşdıraq ki, belə bir vəziyyətdə özünüzü necə müdafiə edə bilərsiniz? Birinci addım, sakit olun və vəziyyəti qiymətləndirin. Əgər sizə kimsə gəlib, tikinizin qanunsuz olduğunu deyirsə, yaxud cərimə tətbiq ediləcəyi barədə xəbər verirsə, ilk növbədə narahat olmayın, panikaya düşməyin. Sakit şəkildə həmin şəxslərdən sənədlərini, səlahiyyətlərini tələb edin. Onların hansı orqanın nümayəndəsi olduğunu, hansı əsasla yoxlama apardığını öyrənin. Yoxlamanı aparan şəxslərin kimliyini, vəzifəsini qeyd edin. Unutmayın, heç kim sizin mülkünüzə heç bir sənəd olmadan daxil ola bilməz. Yaxud sizinlə kobud rəftar edə bilməz. İkinci addım, sənədlərinizi yoxlayın. Sizin torpaq sahənizin kupçası, çıxarışı, icra hakimiyyətinin sərəncamı, bələdiyyədən alınmış hər hansı sənəd varmı? Bu sənədlər üzərində qeyd olunan sahə, təyinat, üzərindəki tikililər barədə məlumatları diqqətlə oxuyun. Bəlkə də sizin umudulmuş bir sənədiniz var ki, həmin tikilinin mövcudluğunu təsdiq edir. Bəzən insanlar Sovet dövründən qalma köhnə texniki pasportları, layihələri saxlayırlar. Hətta qohum əqrəba arasında sözləşmə ilə də olsa, şahidlər varsa, bu da sizə kömək edə bilər. Üçüncü addım, hüquqşünasla məsləhətləşin. Bu ən vacib addımdır. Torpaq qanunvericiliyi çox mürəkkəbdir. Hər kəsin bunu başa düşməsi çətindir. Xüsusən də bu cür yeni dəyişikliklər qüvvəyə minəndə mütəxəssis rəy almaq vacibdir. Özünüzün və ya övladlarınızın imkanı varsa, bir hüquqşünasla əlaqə saxlayın. Hüquqşünas sənədlərinizi yoxlayacaq, vəziyyəti qiymətləndirəcək və sizə ən doğru yol göstərəcək. Bəzən məsələni qanuniləşdirmək mümkün olur, bəzən isə cərimənin qanunsuz olduğunu sübut etmək. Dördüncü addım, bələdiyyə ilə ünsiyyət qurun. Əgər həqiqətən də tikinizin sənədləri qaydasında deyilsə, bələdiyyə müraciət edin. Vəziyyəti izah edin, bu tikinin nə vaxtdan mövcud olduğunu, hansı məqsədlə istifadə olunduğunu bildirin. Bəlkə də kiçik bir rüsum ödəməklə və ya bəzi sənədləşdirmə işlərini aparmaqla tikilini legallaşdırmaq mümkün olacaq. Amma bu prosesin mürəkkəb və xərc tələb edən ola biləcəyini də nəzərə alın. Bu məsələdə hüquqşünasın dəstəyi xüsusilə vacibdir. Beşinci addım, cərimə tətbiq olunarsa şikayət edin. Əgər sizə artıq 500 manat cərimə tətbiq olunubsa, bununla barışmayın. Cərimə qərarı ilə razılaşmırsınızsa, cərimənin sizə təqdim olunduğu gündən 10 gün müddətində yuxarı orqana, məsələn, icra hakimiyyətinə, yaxud birbaşa məhkəməyə müraciət edərək şikayət verə bilərsiniz. Şikayət ərizəsində cərimənin qanunsuz olduğunu, sizin haqqınızın pozulduğunu əsaslandırmalısınız. DSMF-dən aldığınız cüzi pensiyanızın bu cəriməni ödəməyə imkan vermədiyini, bu tikilinin sizin yaşayışınız üçün vacib olduğunu da qeyd edə bilərsiniz. Bəzi hallarda məhkəmə cərimənin məbləğini azalda, yaxud onu tamamilə ləğv edə bilər. Şahidlərin, qonşuların ifadələri, tikilinin köhnə şəkilləri əgər varsa da, sübut kimi istifadə oluna bilər. Əziz nənələr, babalar, bugün biz yenə də sizə dəstək olmaq üçün buradayıq. Unutmayın, sizin zəhmətiniz, sizin bu torpağa verdiyiniz illər heç bir məmurun, heç bir qanunvericinin qərarı ilə silinə bilməz. Siz bu ölkənin dayağısınız, onun tarixinin canlı şahidlərisiniz. Sizin ağsaslarınız, qırışlarınız, əllərinizdəki qabar sizin fədakarlığınızın nişanəsidir. Hökumət bu fədakarlığı unutmamalı, yaşlı vətəndaşlarına daha hörmətlə yanaşmalıdır. Beləliklə, əziz nənələr, babalar, torpağınıza, zəhmətinizə qənim kəsilən bu yeni qanun layihələri ilə bağlı siz nə düşünürsünüz? Bəs siz illərlə zəhmət çəkib bu ölkəni qurmuş insanlar bugün bələdiyyənin qurbanına çevrilməli, öz əllərinizlə tikdiyiniz o köhnə tövləyə, toyuq hinə görə 500 manat cərimə ödəməlisinizmi? Yoxsa bu ədalətsizliyə qarşı durmalıyıq? Cavablarınızı rəylərdə gözləyirik. Sizin səsiniz bizə lazımdır.